Salam, hər vaxtınız xeyir olsun. Bu videoda sizlərə günün informatika suallarından sual 9-un izahını verəcəm. Gəlin bir yerdə başlayaq. Deyir ki, 0, 1, 2, 3, 4, 5 rəqəmlərindən istifadə etməklə rəqəmləri təkrarlanmayan neçə 3 rəqəmli cüt ədəd düzəltmək olar? Deməli, bizə əsas burada şərt nə verir? Deyir ki, ədədin rəqəmləri təkrarlanmasın, 3 rəqəmli ədəd olsun və cüt ədəd olsun. Aha. Deməli, bax bunun üçün və bizə verilən ədədlər hansılardır? Onu da yazaq buradan. Bizə verilən ədədlər isə, baxın, bunlardır. Biz də bilirik ki, belə deyək də, 3 rəqəmli ədədin hansı mərtəbələr olurdu? Təkli, onluq və yüzlük mərtəbələr. Gəlin hər mərtəbə üçün bir dənə xətt çəkək. Deyək ki, bu olsun yüzlük mərtəbəsi, bu onluq, bu da təklik mərtəbəsi. Biz bilirik ki, bir ədədin cüt ədəd olması üçün həmin ədəd ya gərək belə deyək də, sıfırla başlamasın ümumiyyətlə. Yəni birinci əsas qaydamız budur da, ədəd sıfırla başlamasın. Yəni 102 olar, bu doğrudur. Amma 0, 1, 2 olduqda artıq bu düzgün rəqəm olmur. Yəni bir növ 2 rəqəmli ədəd olur da, 3 rəqəmli ədəd olmur. Deməli 3 rəqəmli ədəd olması üçün biz bu ədədin yüzlük mərtəbəsinə 0-ı yaza bilmirik. Birinci qaydamız oldu bu. İkinci qaydamız nə deyir? Deyir ki, ədəd deməli cüt ədəd olmalıdır. Cüt ədəd olması üçün bizə verilən rəqəmlər hansılardır? 0, 2 və 4. Deməli ədəd bu üç rəqəmin biri ilə bitməlidir ki, biz ona cüt ədəd deyək, düzdürmü? Gəlin birinci 4 ilə bitən cüt ədədin sayını tapaq. Bax, birinci 4 ilə bitəni axtarıram. Əlimdə 4, bura bircə dənə 4-ü yazmışam da, bircə dənə variant var. Deməli, bura üçün oldu bir variant. Digərlərinin sayını tapaq. Baxın, biz bildik ki, yüzlük mərtəbəsinə 0-ı yaza bilmərik, düzdürmü? Və 4-ü də bura yazmışıq. Təkrarlanma olmasın deyir. Yəni 404 olmamalıdır. 444 olmamalıdır. Aydındırmı fikrim? Ona görə də biz birinci yerə 4-ü də 0-ı da yaza bilmirik. Əlimizdə neçə variant qalır? 0-ı yaza bilmirik. Ona görə ki, ədəd 0-la başlaya bilməz. 4-ü də yaza bilmirik. Ona görə ki, bura yazmışıq. Əlimizdə qalır 1, 2, 3 və 5. Yazıram 1, 2, 3, 5. Yəni neçə variant? 4 dənə variant qalır. Misal üçün deyirəm, buradan 3 ədədini götürürəm. Artıq 0-ı bura yaza bilirəm də. Çünki misal üçün deyirəm, 403 ədədi doğrudur. Üzərindən xətt çəkməməliyəm əslində. Bu ədəd doğru ədəddir də, ortada yerləşə bilər. Və bura 0-ı yazdım. Buradan mən 3 ədədini götürmüşəmsə, misal üçün deyirəm də, mən 3-ü bura yaza bilmərəm. Niyə? Çünki 303 olmur da, 304 olmur artıq. Ya üzr istəyirəm, 304 deyim də, sizə necə deyim o fikri mən. Deməli 3-ü bura yazmışamsa, hə, bura yaza bilmərəm də. Yəni 334 olmur da, belə deyək. Yəni buradan da eyni rəqəmi götürə bilmirəm. Ümid edirəm fikrimi başa düşdünüz. Deməli burada nə edirik onda? 0-ı yazdıq bura, 3-ü bura yazdığımıza görə, bu hissədən götürdüyümüzə görə bura yaza bilmirik. 4-ü də bura yazmışıq. Deməli əlimizdə burada neçə variant qalır? Əlimizdə qalır bu variantlar. 0, 1, 2 və 5. 3-ü yaza bilmədik. Misal üçün deyirəm, buradan da 0-ı götürdük və 4 rəqəmini sadəcə burada bir dənə variant var. Onsuz da 4-ü götürməliyik. Buradan da 4-ü götürdük. Misal üçün deyirəm, bax birinci halımızdan mən burada deməli 304 ədədini aldım. Bura üçün 4 variant oldu. 4 dəfə 4 eləyəcək 16, 16 dəfə 1 eləyəcək 16. Deməli 4 ilə bitən 16 dənə ədəd var. Gəlin indi biz həm 2 ilə, həm də 0 ilə bitən ədədlərin sayını tapaq. Bunun üçün də yenə hərəsi üçün 3 dənə xəttimizi çəkək. Misal üçün bura gəlin, 4 ilə, üzr istəyirəm, 0 ilə bitən halı yazaq. Aha, bura yazıram 0, əlimdə bir dənə variant var. 0-ı zaten başa yaza bilmərəm, bu aydın məsələdir. Burada neçə dənə variantım qalır? 5 dənə variant qalır. Yazıram 1, 2, 3, 4, 5. Əlimdə 5 dənə variant qalır. Vurulmur. İndi buradan misal üçün 1 ədədini götürürəm. Yazıram buradan 1. 1-i buradan götürmüşəmsə artıq ikinci hissəyə yaza bilmirəm də. Elə bilin ki, 1, 1, 0 olmamalıdır ona görə. Ədəd təkrarlanmamalıdır. Ona görə bura nəyi yazacağam? 0-ı da bura yazmış olduğuma görə 0 ilə 1 gedəcək, qalacaq 2, 3, 4, 5. 2, 3, 4, 5. Əlimdə 4 dənə variant qalır. Misal üçün deyirəm, buradan da 4-ü götürək və buradan da aydın məsələdə bir dənə 0 götürə bilərik. Deməli, buradan da 140 ədədini ala bilərəm. 5 dəfə 4 eləyəcək buradan 20. Bu 140, 304 bu sadəcə olaraq şərti olaraq aldığımız rəqəmlərdir. Yəni, buradan müəyyən bir ədədi götürməliyik ki, niyə yazmadığımızı anlaya bilək də ona görə. Buradan oldu 20 ədəd. İndi keçirəm sizin üçün deməli ədədin 2 ilə bitən variantına. 2 ilə bitən variant üçün yenə bir dənə variant var. Ədəd 0 ilə başlaya bilməz. 2-ni də sona yazmışam deyə yaza bilmərəm. Deməli burada 1, 3, 4, 5. Birinci üçün olacaq 1, 3, 4, 5. 4 dənə variant. İkinci üçün deyək ki, buradan 4 ədədini götürürəm. 0-ı bura yaza bilirəm artıq. 4 də götürdüyümə görə belə deyək. Olacaq burada necə? Burada olacaq 0, 1, 3 və 5. 4-ü götürmüşəm deyil, artıq bura yaza bilmirəm. Buradan da misal üçün deyirəm, burada 4 dənə variantım oldu, onu da deyim. Burada da misal üçün deyirəm, 1-i götürürəm, buradan da 2-ni götürürəm. Olacaq 402, yenə cüt ədəd alınmış olacaq. 4 dəfə 4 eləyəcək 16. Və ümumi bizim üçün neçə dənə ədəd alınır, onu tapmaq üçün variantlarımızı cəmləyirik. Olacaq 16 plus 16 plus 20. Nəticə eləyəcək 52.
Deməli, bu qaydaları nəzərə alaraq biz verilmiş bu rəqəmlərdən toplam 52 dənə təkrarlanmayan, rəqəmləri təkrarlanmayan ədəd yarada bilərik. Cavabımız olacaq D variantı. Ümid edirəm fikrim aydındır. Sağ olun, Allah amanında bu qədər.